Salam, əziz və dəyərli YouTube izləyicilərimiz. Təqdim etdiyimiz şəxsi ev Savalandandır. 28 nömrəli məktəbə cəmi 250 metr məsafədə. Hal-hazırda ev yiyəsinin uşağı məktəbə özü piyada gedir gəlir. 3 sot torpaq sahəsinin içərisində 6 daş kürsüdə dairəvi qoşadaş 4 otaqlı həyət evidir. Şəxsi tikilidir. Evin sol tərəfində, mənim soluma düşür, sizin sağınıza düşür. Sol tərəfində yaşıllıq üçün yer saxlanılıb. Evin dörd bir tərəfinə ətrafından rahat şəkildə keçmək olur. Həyətindəki həyət üçün sanitar qovşağı içini göstərməyə ehtiyac yoxdur. Gəl bura. Pəncərələrin reşutkasına kimi qoyulub. Qiymət 82.000 manatdır. Real müştəriyə ev yiyəsi tərəfindən indirim olacaq. Sənəti sərəncamdır. Yəni bu sənəti də özümüz gözümüzlə görüb rahat şəkildə deyə bilirik. 12 sotun sərəncamıdır. Xüsusi mülkiyyət, fərdi yaşayış məntəqələri torpağıdır. Demək olar ki, 12 sotun hamısı kupçaya gedib, bir dənə 3 sot bura qalıb. 3 sot torpaq sahəsinin içərisində dediyim kimi 6 daş kürsüdə, dairəvi qoşadaş, üstü kəmərli, 4 otaqlı şəxsi özünə tikilir. Həyət evi 82.000 manatdan satışa çıxır. Real müştəriyə də təbii ki, ev yiyəsi tərəfindən indirim olacaq. Bura girəcəkdir. Girəcəkdə mətbəxə, hamam tualetinə girişdir. Burada qonaq otağıdır. 3 yataq otağı birbaşa qonaq otağına açılır. Qoy sənətini də belə göstərim. Sənəti də sərəncamdır. Dediyim kimi 12 sotun sərəncamıdır. Ofislər küçəyə gedib, bir dənə bura qalıb. Bura bir ailə yataq otağı. Növbəti yataq otağı. Görürsünüz, genişdir. Yəni bəzi evlər kimi xırda-xırda deyil. Evin ən kiçik yataq otağı keç. Uşaq otağı üçün nəzərdə tutulmuş otağı. Bütün kommunal sistemləri var. İstilik sistemi kombidir. Kombisi, radiatoru, hər bir şey qoyulub. Beləclərim, qiymət təkrar edirəm. 82.000 manatdır. Real müştəri ev yiyəsi tərəfindən indirim mütləq şəkildə olacaq. Videonu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.